Bəli. Buyurun. 80-90 arası səhvlərinizdən deyin gəlsin. 82 vardı məndə. Tamam. 82-ci suala baxaq. Bugün bir dənə səkinə nə yazır? Bəli. Salam, bəli yazmışam. Lap yaxşı. Səhvlərindən yazarsan, baxaq. 82-ci suala baxaq birinci növbədə. Ekrana yaxınlaşdırım testi, yoxsa belə rahat görürsüz? Xeyr, mənim yaxşı. 82-ci suala baxaq. Gecənin uzunluğu gündüzdən 2 dəfə qısa olduğu halda günəşin çıxma və batma e, vaxtlarını deyir, müəyyən edin. Bu sualda sizə belə bir şey deyim mən. Burada siz fikir versəz, e, birinci ya ikinci saatları toplasaz, tutaq ki, 16-nın üzərinə 9 saat gəlsəz neçə saat eləyir? 25. 25. Bizim 25 saatımız var. Xeyr. Yoxdur. B variantı artıq mənim düzgün variantım olmaz da, düzdür. Bəli. Və yaxud da 18 30-un üzərinə 6:30 gəlsə yenə elə eləyir. Və yaxud da 18:00-nun üzərinə 8:00 gəlsək, yenə də 24 saatdan çox eləyir. Düzdürmü? Bəli. Deməli bunların heç biri mənim düzgün variantım ola bilməz. Çünki mənim bir günüm 24 saatdır. Bu testin rahat variantını deyirəm sizə. Daha bunu hesablamağa ehtiyac yox. Amma mən A variantına baxıram. A variantına baxıram. 20:00 bu da 4:00. İkisi bir yerdə nə eləyir? 24. 24:00. Oldu. Bir günümü tam ödədi. Bəli. Vəssalam, bax, bu testləri də oturub saatlarla hesablamayın. 5 variantdan birində Gülay yalnız Bəli. 24:00 ödəyir. Hə, tamam Hə, bəli. vəssalam, onu da götürürsən düzgün variant. Daha özünü dağa daşa salmağa ehtiyac yoxdur. Başa düşdün? Rahat vur Bəli mən. cümləsində. Hə, oturub hesablamağa ehtiyac yoxdur bunun. Tamam mən. Yəni o biri variantlarda oturub istəsən hesablaya bilərik. Hamısında vaxt 24 saatdan çox eləyir. Tamam bəli. Aha, sonra 85 deyir Səkinə. 85-ə qədər var. Gülay və Səadət. Varsa baxaq. Xeyr Xeyr, mən. məndə 85 idi. Aha, baxaq. Görək 85-ci sualda bizdən nə istəyir? 85-ci sual buradadır. Oxuyaq birinci şərtini. A məntəqəsi 2-ci saat qurşağının orta meridianından 30 dərəcə şərqdə, B məntəqəsi isə A məntəqəsindən qərbdə 160 dəqiqə vaxt fərqində yerləşir. A və B məntəqələrinin yerləşdiyi saat qurşaqlarını müvafiq olaraq müəyyən edin. Edək, baxaq. Deməli, birinci növbədə mən ikinci saat qurşağının orta meridianını tapmaq üçün 2-ni vururam 15 dərəcəyə. Bu da edir 30 dərəcə və ikinci saat qurşağı bildiyimiz kimi şərq yarımkürəsindədir. Ona görə yazıram 30 dərəcə şərq uzunluğu. Mənə deyir ki, ikinci saat qurşağının orta meridianından 30 dərəcə şərqdə. Mən ikinci saat qurşağının orta meridianını tapdım ki, 30 dərəcə şərq uzunluğudur və bundan 30 dərəcədə şərqə doğru gedirəm mən. 30 dərəcədə 30-un üstünə 30 gələndə edir 60 dərəcə şərq uzunluğu. Deməli, mənim A məntəqəm 60 dərəcə şərq uzunluğundadır və deyir ki, B məntəqəsi isə A məntəqəsindən 160 dəqiqə vaxt fərqində yerləşir. Mən 160 dəqiqəni dərəcəyə çevirmək üçün dəqiqəni dərəcəyə çevirmək üçün bölürəm 4-ə. Düşər 40 dərəcə. Mən 60 dərəcə şərq uzunluğundan 40 dərəcə geri qayıdıram. 60 çıxılsın 40, 60 dərəcə çıxılsın 40 dərəcə bərabərdir 20 dərəcə şərq uzunluğu. Məntəqələrimizdən biri 20 dərəcə şərq uzunluğudur, biri 60 dərəcə şərq uzunluğudur. Bizə də deyir ki, tapın görək bunlar müvafiq olaraq hansı saat qurşaqlarında yerləşir. Tapaq. Birinci təbii ki 60 dərəcə şərq uzunluğun saat qurşağını tapmaqdan ötürü uzunluğumuzu 15 dərəcəyə bölürük. 60-ı 15-ə bölürəm. Düşür 4. Heç bir qalıq qalmır. Və şərq yarımkürəsində olduğu üçün elə birinci məntəqəmiz 4-cü saat qurşağında yerləşmiş olur. İkinci məntəqəmiz isə 20 dərəcə. 20 dərəcəni yenə bölürəm 15-ə. Bu zaman düşür 1. 20 çıxılsın 15, qalıq 5. Qalıq 7,5-dən kiçik olduğu üçün
Heç bir əlavə eləmirəm bunu. Və növbəti məntəqəmiz də olur birinci saat qurşağı. Deməli, məntəqələrimizdən biri 4, biri isə birinci saat qurşağında yerləşir. Sonra başa düşmədiniz, bunu təkrar izah edeyim. Xeyr, mən başa düşdük. 160 dəqiqədən dərəcəyə keçmək üçün sənə verilən dəqiqəni 4-ə böl. Tamam ben. Saat qurşağını tapmaqdan ötürü isə verilən dərəcəni 15 dərəcəyə böl. Əgər qərb yarımkürəsindədirsə, aldığın cavabı sonda 24-dən çıx. Yox, şərq yarımkürəsində yerləşirsənsə, heç bir çıxma əməli yerinə yetirmirsən. Aldığın cavab elə sənin doğru cavabındır. Tamam ben. 85 ilə 90 arası 100-ə qədər Ben de 8 90, ben Neçə? de 91 var. 91. 91. Bəli. Səadət 91-ə qədər var, səndə 85-91 arası baxaq. Xeyr, mənim. Onda 91-ci suala baxaq. Evet. Bizə deyir ki, 91-ci sualda xəritə sxem üzərində verilən şəhərlərin hansında yerli vaxt, qurşaq vaxtı üst-üstə düşür? Bunun çox rahat bir yolu var, yoldaşlar. Yadınızda saxlayın ki, 15-ə tam bölünən ədədlər yerli və qurşaq vaxtları üst-üstə düşür. Yenə deyirəm, 15-ə tam bölünən ədədlər. Məsəl üçün 15, 30, 60, 45. İndi gəlin görək bunlardan hansı? Məsəl üçün Kiyev şəhəri buradadır, baxın, burada. Kiyev şəhərinin meridianı budur. Bu meridian. Və burada bizim meridianımız deməli 10 artır da. Bax, deməli 20, bura 30, 40, bura 50, 60, bura 70, 80, bura 90, bura 110. 10 artır. Bizim meridianlarımız 10 dərəcə, 10 dərəcə artır. İndi baxın. Kiyev şəhəri 30 dərəcəlik meridian üzərində yerləşir və 30 dərəcədə 15-ə tam bölünür. Düzdürmü? Bəli. Deməli, elə variantlarımızdan birində Kiyev olmalıdır. Sonra baxıram Bakıya. Bakı yerləşir 50 dərəcənin üzərində. 50 dərəcədə 15-ə tam bölünmür. Deməli, Bakı olmaz. Kazan 30 ilə 50 ilə 60-ın arasındadır. 50 ilə 60-ın arasında məsəl üçün istənilən bir 55, 56, heç bir onsuz 15-ə tam bölünmür. Ona görə Kazan olmaz. Aşqabad yenə elə. Kazanla eyni. Demək ki, 58, 59 dərəcədə yerləşir. Aşqabad olmaz. Bişkekə baxın. Baxın, Bişkek buradadır, bax. 70 və 80 arasında bir rəqəm. Tutalım ki, 76, 77 dərəcə. Bu da ki, 15-ə tam bölünməz. Baxın, indi Dəkkəyə. Dəkkənin yerləşdiyi coğrafi uzunluq 90 dərəcə şərq uzunluğudur. 90 da 15-ə tam bölünür. Qalıqsız bölünür. Deməli, variantlardan biri də Dəkkədir. Son olaraq isə Şanxay şəhəri. Şanxay şəhəri isə 120 dərəcəlik uzunluqda yerləşir. 120 də 15-ə tam bölünür. Deməli, şəhərlərimizdən biri də Şanxay şəhəridir. Hansılar oldu? Kiyev 30 dərəcədə yerləşdi. Dəkkə 90 dərəcədə. Şanxay isə 120 dərəcədə. Bunlar hər üçündə yerli və qurşaq vaxtı üst-üstə düşür. Yəni, vaxt fərqi olmur. Doğru cavab Y variantı olar. Tamam ben. Uzun sözün qısası. 15-ə tam bölünən ədədlərdə yerli və qurşaq vaxtı üst-üstə düşür. Yəni, vaxt fərqi olmur burada. Tamam ben. Sonra 91-95 arası. 95. 95'e kadar var kimdəsən? Xeyr, mən. Aha, 95 də bayaq Gülay sən verdiyin sualdandır. Səadət, baxın bu suala. Bu sualda biz dedik ki, bir dənə nəyə baxırıq, nə axtarırıq burada və asan yolunu dedim bunu sizə. Ha,
Onda burada. Yalnız variantlardan birini toplayanda bizə neçə saat verir? 24 saat. Baxın, çox 24. rahatdır bu. C variantına baxın yoldaşlar. Daha o birlər heç dənə-dənə baxmağa lüzum görmürəm. Tamam. 16'ın üstüne 7, 23. 40'ın üstüne 20, 40'a 50. 60. 60 60 dəqiqəmizdə kadar 1 saat. 23'ün üstüne 1 saat gələndə 24 saat. 24 saat. Baxın, bir dənə B-yə baxaq, da o birləri xırdalamıram. Yoldaşlar, B variantına baxın görün. 24 saatı tam ödəyirmi? Xeyr müəllim. 22'nin üstüne 4 saat gələndə nə eləyir? 26. 26. 26 saatimiz var bizim bir gündə. Xeyr müəllim. Oldu mu? Bak, bu testlerin en asan variantı nədir? Variantların yalnız birində toplayanda bizə neçə saatı? Bir günümüzü ödəyir, 24 saatimizi ödəyir. Bəli. Da burada Bəli müəllim. gedib özünüzü dağa daşa salmağa ehtiyac yox. Tamam müəllim. Sonra 95'ten 100 arasında Müəllim. yoxdur. Xeyr. 100. 100 özü. 100-cü suala baxaq. Bircə dəqiqə qoy bunu. Keçirdək bura. 100. Sual 100. Deyir ki, eyni meridian üzərində olan məntəqələrin hansında qış gün dönümü günü günəş daha tez batar? Daha tez batar nə deməkdir? Yəni ki, orada gecənin uzunluğu daha çox olar da, düzdür? Günəşin tez batmağı gündüzün uzunluğunun az, gecənin uzunluğunun isə çox olması deməkdir. Biz də burada cənub tropik xəttindən ən uzaqda yerləşən məntəqəni götürməliyik. Yəni şimal qütbünə ən yaxın yerləşən məntəqə burada 50 dərəcə şimal eləyir. Vəssalam. Bəli müəllim. Çünki şimal qütbünə doğru getdikcə, belə deyək də, qış gün dönümündə Günəş cənub tropik üzərində zenitdə olduğu üçün şimal qütbünə doğru biz hərəkət etdikcə gecələrin uzunluğu çoxalır, gündüzlərin uzunluğu isə qısalır. Ona görə mən burada ən şimalda yerləşən məntəqəni götürməliyəm. Tamam müəllim. Başa düşmədiyiniz testi təkrar soruşun. Bir də izah edeyim. Başa düşməmiş keçməyək. Tamam müəllim. Səkinə 103-cü sualı demişdi. 103-ə qədər varsa buyurun, eşidirəm sizi. Xeyr müəllim yoxdur. Tamam. Onda 103-cü suala biz bir nəzər yetirək, baxaq. Deyir ki, xəritə sıxında verilmiş A məntəqəsindən, A nöqtəsindən uçuşa başlayan təyyarə əvvəlcə 180 dərəcəlik azimutla 8880 km, sonra isə şərq istiqamətində 40 dərəcə hərəkət edərək yerə enmişdir. Təyyarənin yerə endiyi məntəqənin coğrafi koordinatlarını və onun Bakı şəhəri ilə yerli vaxt fərqini müəyyən edin. İndi mən ekranın sol tərəfin 103-cü sualın izahını yazıram. Siz də baxın. Başa düşmədiyiniz bir şey olanda saxlayın, soruşun, izah edin. Birinci növbədə mən A məntəqəsinin koordinatlarını yazmalıyam. Bilməliyəm ki, A məntəqəsinin yerləşdiyi coğrafi enlik və uzunluq neçədir? Baxıram A nöqtəsinin burada coğrafi uzunluğuna və burada da coğrafi enliyinə baxıram. A məntəqəsinin coğrafi uzunluğu 90 dərəcəlik şərq uzunluğudur. 90 dərəcə şərq uzunluğu. Enlik isə 60 dərəcəlik şimal enliyidir. A məntəqəsi bax bunların kəsişməsində yerləşir. Nə gözəl. Və indi bizə deyir ki, 180 dərəcəlik azimutla 8880 kilometr. 180 dərəcəlik azimut biz bilirik ki, üfüqün cənub istiqamətini göstərən bir azimutdur və biz kilometrdən, yəni 8880 kilometrdən dərəcəyə keçmək üçün meridian üzərində hərəkət elədiyimizə görə bunu bölürük 111-ə. Çünki meridianda 1 dərəcəlik qövsümüzün uzunluğu 111 kilometrdir. Və buradan alırıq 80 dərəcə.
Mən 60 dərəcə şimal enliyindən 60 dərəcə şimal enliyindən 80 dərəcə düşəndə qalır -20. Demişdim ki, bu -20 olanda mənfi söhbəti nə deməkdir burada? Digər tərəfdir. Bəli, o deməkdir ki, biz olduğumuz yarımkürəni dəyişirik. Əgər biz şimal yarımkürəsində idiksə, artıq -20 o deməkdir ki, biz 20 dərəcə cənub yarımkürəsinə keçmişik. Sağ ol. Bəli. 20 dərəcəlik cənub yarımkürəsinə keçmişik. Deməli, bu bizim olduğu enliyimiz. Bizə sonra deyir ki, şərq istiqamətində 40 dərəcə. Baxın, əvvəlki məntəqəmiz 90 dərəcəlik şərq uzunluğundaydı və bunun üzərinə biz hələ 40 dərəcədə şərqə gedirik. 40 dərəcədə şərqə gedirik. 90 üzərinə 40 eləyir 130 dərəcə şərq uzunluğu. Deməli, uzunluğumuz da oldu 130 dərəcə şərq uzunluğu. Baxın, məntəqəmiz buradır. 20 şimal enliyi və 130 dərəcədə şərq uzunluğu. Sonra bizə deyir ki, Bakı şəhəri ilə yerli vaxt fərqini tapın. Bakı şəhəri yerləşir 50 dərəcədə, məntəqəmiz isə yerləşir 130 dərəcədə. Bunlar arasında birinci mən dərəcə fərqini tapıram. Edir 80 dərəcə. Və mən 80 dərəcəni çevirirəm sağa. Bu zaman nə edirəm? 80-i vururam 4-ə. O da eləyir 320 dəqiqə. 320 dəqiqə nə deməkdir? 5 saat, 5 saat, 20 dəqiqə deməkdir. Mənim coğrafi koordinatlarım oldu 20 dərəcə şimal enliyi, 130 dərəcə şərq uzunluğu və bu məntəqənin Bakı şəhəri ilə yerli vaxtı 5 saat 20 dəqiqə oldu. Doğru cavabımız olar C variantı. Əgər testi başa düşmədisə, bunu mən təkrar izah edeyim sizin üçün. Xeyr, Səkinə, sonra Səadət. Başa düşdünüz də yəqin ki. Bəli, bəli. Yenə deyirəm, qaranlıq bir şey qalsa təkrar izah eləyə bilərəm. Xeyr, mən. Yəni, rahatdır. Sadəcə biz burada üfüqün cəhətlərini bilməyik. Məsəl üçün, 180 dərəcəli azimut hara gedir? Cənuba doğru gedir. Hə, sən 60 şimal enliyindən dayanıb 8880 kilometr cənuba düşmək o deməkdir ki, 8880 kilometr ilk öncə sən çevirməlisən dərəcəyə. Bu da eləyir 80 dərəcə. 60 dərəcədən 80 dərəcə cənuba düşmək o deməkdir ki, sən artıq 20 dərəcəlik cənub enliyinə düşmüş olursan. O mənfi söhbətində sizə demişdim. Və yaxud da onu özünüz də yoxlaya bilərsiniz ki, 60 dərəcədən 80 dərəcə düşəndə gəlib çatırsan ekvatora, oradan da 20 dərəcə aşağı düşürsən. Yəni 20 dərəcə cənub enliyinə düşürsən. 103 ilə 105 arası varsa sualınız buyurun. 105. 105. Tamam. Evet. Deməli 105-ə baxaq. Səkinə 117-dir. Hələ ora çox var. 105-ci suala baxaq. Görək bizdən nə istəyir 105-ci sualda. Səsimi yaxşı eşidirsiniz? Bəli. 105-ci sualda bizə deyir ki, 23 sentyabr tarixində 90 dərəcəlik şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Sizə belə bir şey deyim də, baxın. Günəş baxın, bu 90 dərəcə şərq uzunluğudur. Düzdür? Bax, bunu yazdım bura. Səhər açıldı. Günəş burada çıxdı. Günorta burada oldu. Axşam da burada batdı. Günəşin uzunluğu dəyişdi yoldaşlar. Hə, günəşin bu olduğu uzunluq dəyişdi, dəyişmədi ki, elə 90 dərəcənin üzəri ilə hərəkət elədi və yaxud da başqa bir şey deyək də. Tutalım ki, səhər-səhər Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir. Bakı şəhərində günəş çıxdı. Günorta düz onun başının üzərində gördü günəşi. Axşam üstü isə günəş batdı. Axşam da günəş batdı. Bunun heç bir coğrafi uzunluğu dəyişmir. Sadəcə günəş coğrafi enliklər üzrə dəyişə bilər. Bəli, coğrafi enliklər üzrə dəyişə bilər. Ona görə 105-ci sualda elə bizim cavabımız yenə də 90 olar.
Tamam müəllim. Başa düşmədiniz, təkrar deyim bunu. Baş düşmən. Yəni uzun sözün qısası. Meridian üzərindən bir qlobusu gözümüzün qabağına gətirək. Günəş şüaları bir meridian üzərində səhərdən axşama qədər eyni meridian üzərində gedir də onsuz da. Səhər də orada olur, gün ortada. Sadəcə bunun enliyi dəyişir, uzunluq yox. Tamam müəllim. Neçə idi bu? 105. 105-110 arası. Yoxdur müəllim. Neçə? 108. 108-ci suala nəzər yetirək. Bircə dəqiqə bu. Bəli. Yüz neçə dedik? 108. 108 müəllim. Baxaq 108-ci suala. Əgər uzaqdırsa sualları görmürsünüzsə, ekranı bir qədər yaxınlaşdırın. Yox görürsünüzsə belə də davam edək. Həmən mən yaxınlaşdıram zaten rahat olur. Hə, tamam. Deyirəm Bəli. birdən görmərsiniz. Onda yaxınlaşdırmırsınız. Demək, 108-ci sualda bizə deyir ki, başlanğıc meridianından birinci səyyah 270 dərəcəlik azimutla 90 dərəcə, ikinci səyyah 90 dərəcəlik azimutla 75 dərəcə yol getdi. Səyyahların çatdıkları məntəqələrin yerləşdikləri saat qurşaqları və onların arasındakı yerli vaxt fərqini müəyyən edək. Başlanğıc meridianımız bilirik ki, biz Greenwich meridianına deyirik də. Başlanğıc meridianımız Greenwich meridianı və Greenwich meridianının uzunluğu 0 dərəcəlik uzunluqdur. Bunu qeyd elədim. Mənə deyir birinci səyyah 270 dərəcəlik azimutla. 270 dərəcəlik azimut qərb tərəfədir. Deməli, mən birinci növbədə başlanğıc meridianından qərbə doğru hərəkət edirəm. Və neçə dərəcə? 90 dərəcə. Təbii ki, 0 dərəcədən gəlib çatıram 90 dərəcəlik qərb uzunluğuna. Bunu qeyd etdik. Qərb uzunluğu. Sonra deyir ki, ikinci səyyah 90 dərəcəlik azimutla. 90 dərəcəlik azimut üfüqün şərq istiqamətini bizə bildirir və 75 dərəcə deyir yol getdi. Yəni gəlib bu çatacaq 0-dan 75-ə elə 75 dərəcəlik şərq uzunluğuna gəlib çatacaq. Deməli, birinci məntəqəmiz bura, ikinci məntəqəmiz də bura. Bizə deyir ki, səyyahların çatdıqları məntəqələrin yerləşdikləri saat qurşaqlarını tapın. Gəlin tapaq. Birinci növbədə mən birinci məntəqənin tapıram. 90 dərəcə qərb uzunluğunun saat qurşağını tapmaq üçün mən uzunluğu bölürəm 15-ə. Neçə düşür? 6. 6. Edir 90, qalır 0. Amma qərb uzunluğunda olduğuna görə mən aldığım cavabı neçədən çıxıram? 24-dən çıxıram. Edir 18. Deməli, birinci məntəqəmiz 18-ci saat qurşağındadır. Sonra keçirim ikinci məntəqəyə. 75 dərəcəlik şərq uzunluğu. 75 dərəcəlik şərq uzunluğunu saat qurşağını tapmaq üçün bölürəm. 15-ə düşür. 7 dəfə, düzdür? Yox, 7, 5 dəfə. 5 dəfə, 5 dəfə. Salın. Deməli, 5 dəfə edir 75. Qalır 0. Və şərq yarımkürəsində olduğu üçün mən buna heç nə etmirəm. Yəni 24-dən falan çıxmıram. Qalıq olmadığına görə üzərinə bir əlavə etmirəm və s. Deməli, məntəqələrimizdən biri oldu 18-ci saat qurşağında. Digər məntəqə isə oldu 5-ci saat qurşağında. Və bizə deyir ki, deməli, bu hansı variantda özünü ödəyir? Y variantında özünü ödəyir. İndi gəlin bunlar arasında neçə saat fərq var bunu tapaq. Baxın. 18 ilə 18-ci saat qurşağı ilə 24-cü saat qurşağı arasında neçə saat vaxt fərqi var? 6 saat, düzdür? Çünki 18 ilə 24-ün arasında 6 saat vaxt fərqi var. Və 0 ilə 5-ci saat qurşağının arasında da 5 saat vaxt fərqi var. Demək 6 saat buradan, 5 saat da buradan. Toplayanda bunları neçə saat vaxt fərq edir? 11. Bəli, 11 saat vaxt fərq edir. Baxın, onu bir də deyim.
O bir dənə buradan yer açım özümüzə. Bir dənə buranı sileyim. Bir qədər. Niyə görə 18-ci saat qurşağı ilə 5-ci saat qurşağı arasında 11 saat vaxt fərqi var? Onun da açıqlamasını verim, keçək növbəti suala. Hı hı. Deməli, mən buraya yazıram 18-ci saat qurşağı. Sonra yazıram 19, 20, 21. Görürsünüz də yazdığımı. 22, Bəli. 23, 23, 24. İndi baxın. 18 ilə 24 arasında bax buradan bura qədər neçə saat vaxt fərqi var? Neçə ilə neçə? 6. Baxın 18 ilə 24. Bax 1, 26. 2, 3, 4, 5, 6. 6 saat vaxt fərqi var buradan bura qədər. Evet. İndi Bəli. 24-cü saat qurşağı həm də neçənci saat qurşağı idi? 0-cı saat qurşağı, düzdür? Bəli. Sonra 0-dan sonra yazıram. 1, 2, 3, 4, 5-ci saat qurşağı. İndi 24 və ya 0-cı saat qurşağı ilə 5-ci saat qurşağı arasında nə qədər vaxt fərqi var? 5 saat. Çünki baxın 1, 2, 3, 4, 5. 6 saat buradan, 5 saat da buradan. İkisi bir yerdedir, 11 saat. Tamam. Başa düşdünüz buranı da. Bəli, müəllim. Başa düşmədinizsə deyin. Deyin, Deyil deyin, müəllim. deyin. Deyin, təkrar izah edeyim. Narahatçılıq yoxdur yəni. Deyil müəllim. Sonra deməli neçənci sual oldu bu? 108-ə baxdıq da. 108-dən sonra Bəli. 112 vardı. 112. Bəli. Baxaq 112-ci suala baxaq. Bakı şəhəri ilə 12 saat yerli vaxt fərqi olan və 40 şimal elində yerləşən məntəqədən eyni meridian çevrəsi üzərində əvvəlcə 0 dərəcəlik, sonra isə 180 dərəcəlik azimutla əks meridianla 11100 kilometr məsafə qət edən təyyarənin çatacağı coğrafi koordinatları müəyyən edin. Bu bizlə məzələnirlər konkret. Heç nə, başqa heç. Bəli. 112-ci sual. Bakı şəhəri ilə 12 saat yerli vaxt fərqi. Təbii ki, bizə deyir ki, 40 şimal enliyi. Ona görə mən bəri başdan 40 şimal enliyini yazıram. Bunu çünki deyir, bu dəyişmir. 40 şimal enliyini yazdım. Amma bizə deyir ki, Bakı şəhəri ilə 12 saat vaxt fərqi olsun. Bakı şəhəri yerləşir 50 dərəcəlik şərq uzunluğunda. Şərq uzunluğu. Bakı şəhəri ilə 12 saat yerli vaxt fərqi nə deməkdir? 12 saatı vururam 15'ə. 12'ni 15'ə vuranda nə eləyir? 180 eləyir də, düzdür? Bəli. Mən 50 dərəcədən 180 dərəcə fərq olan meridiana gedib çıxsam, gəlib çıxıram 130 dərəcəlik qərb uzunluğuna. Deməli, mənim hərəkətə başlayacağım məntəqə 40 şimal enliyi və 130 dərəcəlik qərb uzunluğudur. Yoldaşlar, baxın, mən nə bildim 130'a gəlib çıxdım. 130 qərb uzunluğundadır, 50 də şərq uzunluğu. Fərqli yarım kürədir. Mən bunları toplayaram, düzdürmü? Bəli. 130'un üstünə 50 nə eləyir? 180 dərəcə. 180. Baxın, bizə lazım olan 180 idi. 50 dərəcə şərq uzunluğundan biz 180 dərəcə hərəkət eləsək 130 əks meridian deyirlər buna. Yadımızda saxlayın. İndi deyir ki 40 şimal enliyindən əvvəlcə 0, sonra 180 dərəcə hərəkət eləsin və ümumilikdə 11100 kilometr yol geçsin. 11100 kilometr yolu bu hərəkət eləyən səyyah 2 dəfəyə gedib. Birinci 0 dərəcəli azimutla gedib. Sonra 180 dərəcəli azimutla gedib. Gəlin görək hərəsinə nə qədər düşür. 5550 kilometr düşür da hərəsinə. 2 yer, belə bil 11100'ü 2 yerə bölsə hərəsinə 5550 düşür. Bu da o deməkdir ki, ayrı-ayrılıqda 5550'ni bölsək 111'ə 50 dərəcə eləyir. 50 dərəcə, 50 dərəcə. Mən 40 şimal enliyi və 130 dərəcəlik qərb uzunluğundan 50 dərəcə şimala qalsam, 40'ın üzərinə 50 gəlsəm, gəlib çıxıram qütbə.
90 dərəcəyə. 90 dərəcəyə, yəni qütbümüzə gəlib çıxıram. Mənə sonra deyir ki, əks meridianla 130 dərəcənin əks meridianı elə 50 dərəcə şərq uzunluğudur. Baxın, 130-un əks meridianı 50 dərəcə şərq uzunluğudur. Və mən 50 dərəcəlik şərq uzunluğu 90 dərəcə şimal enliyindən yenidən 50 dərəcə düşürəm aşağı. 90-dan 50-sini çıxıram, yenə gəlib çıxıram 40 dərəcəlik şimal enliyinə. Mən yenidən gəldim, çıxdım 50 dərəcə şərq uzunluğu, 40 şimal enliyi. Yəni Bakının koordinatlarına gəldim, çıxdım yenidən. Bu da eləyər C variantı. Nəsə sual deyəsən biraz qəliz oldu. Bəli, deməli. Əslində qəliz bir şey yoxdur burada. Əks meridianın nə olduğunu indi bir dəqiqədən az qalıb. O biri dərsdə mən onu izah eləyərəm. Əks meridian nə? Tamam mən. Elə bil ki, qlobusu təsəvvür eləyin. Qlobusun bir tərəfində 50 dərəcə şərq uzunluğudursa, onun o biri tərəfindəki davam edən meridianı 130 dərəcə qərb uzunluğudur. Yəni bunların ikisinin cəmi bizə 180 dərəcə verməlidir. Bu meridianlara biz əks meridian deyirik. Məsələn, 120-nin əks meridianı 60 olur. Bəli, 120 dərəcə şərq uzunluğunun əks meridianı 60 dərəcə qərb uzunluğu olur. İkisinin cəmi tamam. bizə bir yerdə 180 dərəcə versin. Tamam mən. Qoy, indi bundan sonraki zoom açanda daha ətraflı izah eləyəcəm o əks meridian nədir. Yaxşı mən.